Diş implantı hava limanında metal detektorunu işə sala bilərmi? Bunun üçün hər hansı bir sənəd götürmək lazımdır? Diş implantı xüsusi materialdan hazırlandığı üçün metal detektorları işə salmır. Heç bir sənəd lazım deyil. İmplant və həqiqi diş arasında fərq hiss olunacaqmı? Əmin olaq ki, çox belə bir fərq hiss olunmur. Bəli, bir həftə ərzində belə adaptasiya sürəci olmalıdır. Bu labüddür. Ondan sonra isə öz dişlərin kimi normal hiss edirsən. İmplant düşə bilər, bunun necə qarşısını almaq olar? Bəli, implant düşə bilər. Bunun qarşısını almaq üçün implant sayəsində ixtisaslaşmış yaxşı mütəxəssis, klinika və keyfiyyətli implant seçmək lazımdır. İmplantdan sonra diş ağrısı ola bilərmi? Əslində xeyr, ola bilməz. Təbii ki, diskomfort hiss etmək normaldır, doğaldır. Ancaq dediyim kimi ağrı qeyri-mümkündür. İmplant qoyulduqdan sonra mənə hansı sürprizlər gözləyə bilər? Diş implant qoyduqdan sonra dişimiz ola bilər. Sürpriziniz budur. İmplant qoyduqdan sonra sizi xoşbəxtlikdən başqa heç nə gözləmir.